Herkese salam millət, axşamınız xeyir. Niyə axşamınız xeyir? Çünki buradan axşam tərəf çəkirəm. Ona görə də good evening necə deyənlər. Nostalgiya seriyasının ikinci hissəsindən belə bir kutumuz var. BMW loqolu. Demək burada maraqlı nələr var. Onları göstərmək istəyirəm sizə. Bu heç bizim şilyapa, Antonio Banderas'ın şilyapası. Bunlar nədir? Bu heç jiletkadır. Bildiyimiz jiletka Tekvenin də deyirsən. Tekvenin jiletkasıdır. Bu da heç. Əsas nə göstərmək istəyirəm. Deməli, bizim burada böyle kasetlərimiz var. Buna bir dostum var. Bunlar bana verib sağ olsun. Demək, burada nə var? Sadi mübariz marşı. O bizlik deyil. Elcəvər Gölçaylı. Ondan sonra Müslümün babaları. Müslümün də babaları var. Neçə də nədirsə. Sonra nə var? Huligan. Sezen Aksu klasiklər. Bunların üstü yoxdur. Demək, indi mən nə edəcəm? Fikrim var ki, bir dənə video magnetofon olun. Video magnetofon gedir. Video kaset oxudan deyil, nəysə də. Ondan. Yəni, bunları oxudan. Alım. Əgər istəyən olsa, maraqlı olan olsa, hansı kaseti istəsəz, onu qoyarım. Qulaq asarsınız. Bunların hamısında necə deyirlər, bir tarix yatır. Tarix. Həqiqətən bir tarix yatır. Burada bir dənə kaset var idi. Bu var ha. Bu çox çətin tapılan kasetdir. Niyə? Çünki bu sırf Alman özündən gəlir. 91-ci ilin kasetidir. 91-ci ilin. Məndən böyükdür bu kaset. Bunu sırf bunu oxutmaq üçün əsas da bunu. Bir dənə video kaset magnetofon olacaq. Sabada falan. Belə. Çox kasetlər var. Ümumiyyətlə belə antika necə deyim, kasetləri, qədimi pullardır, qəpiklərdir, saat falan, bunlar kolleksiyasını yaman xoşlanır. Məsələn, bu kimindir? Baloğlan Əşrafov, Yalan Dünya. Bağışla məni, Züleyxa. Hüseyin Bıçaq, Satın sarı, sən sarı. Bu kimdir? Bu heç Sezen Aksu, baxdıq buna. Bunu da baxdıq. Panorama çıxan vaxtı. Onda bu hadisə, bu biraz təzədir. Demək, burada kimlər oxuyur? Rafiq, Kriminal, Ümid Davala, Kayahan,
Bir aşk hikayəsi. Ay gün, tənha qadın. Nəsə. Müslüman babaları buna baxdı. Ya bir kasetdən 2 dənədir, amma əvvəl. İmam Zaman. Mərsiyə Roza. İndi hansı Rozadır? Ha? Hansı Rozadır indi? İndi sənin üçün indi. Dəqiqə baxam. Demək, tərtibatda yeganə, səsləndirmə yeganə, yazılışda yeganə, hörmətli alıcı. Bu Səbuyun studiyasının reklamıdır. Nəsə, mən başqa başa düşdüm. Indiskaya Estrada 2002-ci il. Indian Songs Raja Korani. Maraqlı da bu. Kimdir? Seçmə muğam. Oradan bir ana muğamı. Bu nədirsə xarici kaset. TDK-nın kaset çıxadan vaxtları. Sonra keçdilər təhsilə. Bunu oxutmayan, qulaq asmayan olmaz. Elşən Xəzər, Akşin Fatih, Ayrı Yollar. Sənin həyatın tamam ayrı, mənim həyatım tamam ayrı. Akşinin həcc olan vaxtları. Bu nədir? Kərbəlayı Camal. Kərbəlayı Camal ha. Tutmur heç ad. Kərbəlayı Camal. Vallahi heç bulan adı yoxdur. Nəysə. Bir daha afiyet edirəm mən. Bunu görüm mən. Bununla bax bir dəfə kasetini almışdım. Bu cəmaman var mənə. Desənə bu kaset idi. Beni affeder misin? Affedin patladan vaxtları. Allah heç. Muğam. Hüseyin Bıçaq. Ay doğar Giresun'dan. Akacısa ay Giresun'dan doğulmuş. İsrail Məmmədov. Sən məni istə. Qalanı pox edir. Bu kimdir? Modern Talking. 90-cı illərin diskotekası. Cherry Cherry Lady. You are my heart. You are my heart. You are my soul. Sabah alacam. Ondan əgər kimdə varsa yaxşı vəziyyətdə alaram ha. Məsləhətçi. Necə gəlib şimdi. Nəsə xoşuma gəldi. Pambuğa gəlib. Bu nədir? Bu da TDK-dır. Nəsə, belə. Yığaq cihazlarımızı yerinə.
Kimə maraqlı olsa, hansı kaset, hansı mahnı, problem deyil. Sağ olun. Növbəti vloglarda görüşənədək.